günləri bunların plakatının yanına Həmzəyev Əhmədalı bizim əziz qardaşımız Abdullayev Əhmədalı Yusifoğlu da gəldi. Əhmədalı birinci, ikinci Qarabağ müharibələrində, döyüşçülərindən olub. Füzulinin bütün cəhdləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib, Xocavəndin alınmasında fəal iştirak edibdi. Ancaq amansız ölüm Əhmədalını tarixi aramızdan apardı. Əhmədalı həqiqi mənada dəyərli bir oğlan idi. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, yerləri cənnət olsun. Nə bilim, ancaq biz belə şeylərlə təsəlli tapırıq ki, gələyin, şəhidlərimizi unutmayağın, həmişə ziyarət edəyin, yad eləyən. Allah bir daha hamısının yerin cənnət eləsin, məqamları uca olsun. Amin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Şəhidlər, Quran yazır ki, şəhidlər ölmür. Onlara ölü deməyin. Şəhidlər Allah yanında, onların ruzisi var, onlar sağdır. Onlar sizi dərk edir, görür, amma siz onları görmürsünüz. Bəli, şəhidlər ölmür. Ən uca məqam, ən uca zirvə, şəhidlik zirvəsidir ki, bu zirvəyə ilk bu məqama çatan Həzrəti Əli əleyhissalam özü idi və onun dalınca övladları idi. Allah onların hamısının o dünyasını versin. Yəni bizim onlar onsuz da o dünyada ən uca məqamdadılar. Bizi də Allah onların cərgəsində qərar versin. Bu şəhidlərimiz Allah hamısına rəhmət eləsin. Düzdür, onların mən tanımasam da dəxli yoxdur şəhidlərimizdə. Amma Əhmədalı o kəsdi ki, Əhmədalı Xələfşə kəndi gedəndə mən tək olaraq gəldim burada. Tək Əhmədalı idi, Seyid idi burada. Əlində də bir plamyot. Dedim, nə qayırsınız uşaqlar, dedi, hamı gedib ikimizdik. Yəni, Əhmədalı heç bir şeydən qorxan deyildi. Əhmədalı üçün nə Xələfşə, nə Cuarı, nə o birisi, nə bu birisi. Əhmədalı harada döyüş vardı, orada idi. Onun kimi cəsarətli, onun kimi mərd, onun kimi döyüşkən qardaşlarımız 50 dənə, 100 dənə olsaydı bizim bu torpaqlar, bu evlər bugünə düşməzdi ki, indi biz haradasa gedib ev axtaraq. Öz evimiz, öz yurdumuz, elimiz, obamız qalıb bizi harasa aparırlar ki, biz buradan məskunlaşacağıq. Amma yenə də cəmaatımız da həmrəy olsalar, ağzı bütöv olsalar, bu evləri dövlətin də bu torpaqları əlbəttə ki, alınmanda onların da böyük rolu var. O torpağı, o vaxt nə dövlət vardı, nə bir şey vardı. Hər kəs 3-4 nəfərlə öz yalın əli ilə döyüşürdü, amansız silahlanmış erməni düşmənlərinə qarşı. Allah lənət eləsin o şəraiti yaradanlara da, elə onlara da. Bugün hökumətimiz, dövlətimiz arxamızda durur öz silahları ilə, öz silah arsenalı ilə. Döyüşçülərimiz də məsələn Əhmədalı kimi oğlanlarla, Əhmədalı kimi döyüşçülərlə bəli biz bu zəfəri əldə elədik. İkinci bir zəfərimiz bizim öz yerimizə qayıtmağımız, öz elimizdə, öz obamızda, öz torpağımızda, öz cəmaatımızla bir yerdə günümüzü keçirtməkdir. Allah bizə o günləri də göstərsin. Rəhmət eləsin bu qardaşlarımıza. İcazə versəz indi kim nə sözün demək istəyir, deyər. Ondan da sonra bunların ruhunu düzdür onlar üçün. Amma yenə də Qurandır da. Oxuyarıq. Sən ey qəhrəmanım, igid qardaşım. Ən cəsur, yenilməz döyüş yoldaşım. Bütün döyüşlərdə sən öndə oldun. Düşməni məhv edib intiqam aldın. Sən öz gəncliyini verdin vətənə. Bugün minnətdardır xalqımız sənə. Adın Əhmədalı, Nemes ləqəbin. Vətən üçün döyündü hər zaman qəlbin. Düşmənin gözünün odunu aldın. Canların alaraq qorxuya saldın. Vətənə, millətə var sədaqətin, əyilməz qamətin, əyilməz qəddin. Düşmənə bəslədin nifrəti, kini, döyüşdün sona dək qəhrəman kimi. Tarixə yazıldı cəsur adınız. Vətənə məhəbbət, sevgi andınız. Kim səni sevmədin, vətəni sevdin. Bizlərə örnəkdir vətənə sevdin. Qələbə yanaşır şanlı orduna. Zəfərlə qayıtdıq doğma yurduna. Səninlə öyünür vətənin, elin. Səninlə fəxr edir doğma Füzulin.
Səni ayırsa da amansız ölüm, səninlə ölünür. Hani alsa da amansız ölüm, hani tutulduqsa atılırsa ölüm. Səninlə fəxr edir, doğma Füzuli. Səninlə fəxr edir, doğma Füzuli. Halal olsun. Sağ ol kızım. Halal olsun sana kızım. Allah kömeğinde olsun kızım. Bilmiyorum ya, ben